Atası. Yunan alimi Herodot. Gülüstan İrəm əsəri. Abbas Qulava Başxanlar 0-cı ildə 1813-ə qədər. Yəni ən qədimdən 1813-cü ilə qədər. Tarixi mənbələr İlkin və ikinci dərəcəli. ilkin və ikinci dərəcəli mənbələr. Yazın növləri Piktoqrafik, ideografik, hərf yazı. İbtidai icma quruluşu hansı dövrlərə bölünür? Daş, tunç, dəmir. Dəmir. Alt paleolitin illəri. İlk sayılanlar 100 min bundan əvvəl. İnsan tipi, Bacarıqlı. mədəniyyəti, Qobustan. Qobustan yox, Quruçay. Orta paleolitin illəri. 100 min bundan əvvəl 35 min. Orta paleolitin insan tipi. Orta paleolitin Neandertal. Ay sağ ol. Mədəniyyəti, Muskiye. Musiya mədəniyyəti. Üst paleolitin illəri. Dəqiqə 35-12. İnsan tipi, Ağıllı. ağıllı. Netiqəti Aysa yarandığına göre ağıllı insan dedik. Bir de ulu icma dağıldı, ne yarandı? Qəbilə Qəbil. icması. Ana xaqanlığı yarandı deyək. Mezolit dövrünün illəri. 12-8. Mezolitin en büyük keşfi Ox və Kəmal. Vəhkəmal. Bir de mezolitdə maldarlıq və əkinçiliyin əsası qoyuldu. Bundan da istehsal təsərrüfatının əsası qoyuldu. Neolitdə də yaranacaq. Mezolitin mədəniyyəti. Qobustan. Qobustan. Neolitin illəri 8-6. 8-6-cı minilliklər. Bir de Neolit inqilabı var idi. Neydi? Yeni sənət sahələri. Eneolit dövrünün illəri 6-4. 6-4. Eneolit sözünün mənası Yeni mis daşı. mis daşdır. İlk kəşf olmuş metal, Mis. ilk əhəlləşmiş heyvan. İt. Tunç dövrü 3 yerə bölünür. Erkən tunç, orta tunç, Son tunç. tunç. Erkən tuncun illəri 400. orta 3-2. Son tunçda 2. 2 birinci minilliklər. Erkən tunç dövründə dedik ki, birinci ictimai əmək bölgüsü baş verdi. Düzdürmü? Ne idi birinci ictimai əmək bölgüsü? Əkinçilik və maldarlıq ayrıldı. Əkinçilərlə maldarlar ayrıldı. İkinci ictimai əmək bölgüsü, Sənətkarlar ayrıldı. üçüncüdə Tacirlər meydanı. tacirlər meydana gəldi. Azərbaycanın ən qədim dövlət qurumları hansılardır? Aratda Lubi Kuti 3-cü illikdə. Ay sağ ol. Ən qədim dövlətimiz, yəni ilk dövlətimiz, Aratda. ən qədim dövlətimiz hansı oldu? Manna. Manna mövcud olduğu illər 9-cu yüzlikdən 590-a qədər. paytaxtı, İzurdu. ən qüdrətli hökmdarı, İranzu. İranın hakimiyyətliləri 740-719. Eradan əvvəl. Bir də Manna adına Eradan 843-cü Salman Sanan əsərində rast gəlmişdir. Mannanın ən böyük vilayəti Zaman. Zaman. Atları ilə məşhur vilayəti Subi.